Polad Həşimov adına Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə keçirilən son zəng mərasimi yüksək təşkilatçılığı, mənəvi dəyəri və duygusal atmosferi ilə yadda qalıb. Azərbaycanın milli qəhrəmanı, Vətən müharibəsinin simvoluna çevrilmiş general-mayor Polad Həşimovun adını daşıyan məktəbdə təşkil edilən tədbir xüsusi məna daşıyıb. Mərasimdə məktəb kollektivi ilə yanaşı ictimaiyyət nümayəndələri və qonaqlar da iştirak ediblər. Tədbirin ən yadda qalan məqamlarından biri milli qəhrəmandır. Polad Həşimovun anası Səmayə Həşimovanın iştirak etməsi olub. Onun tədbirdə olması mərasimə xüsusi dəyər qatıb. İştirakçılarda böyük qürur və ehtiram hissi yaradıb. Məktəbdə vətənpərvərlik ruhunun aşılanması hər zaman əsas istiqamətlərdən biri olub. Polad Həşimovun adını daşıyan bu təhsil ocağında yetişən şagirdlər yalnız bilik əldə etməklə kifayətlənmir, eyni zamanda vətənə sevgi, dövlətə bağlılıq və milli mənəvi dəyərlərə hörmət ruhunda formalaşırlar. Məktəbin direktoru Araslan Rzayev təhsil prosesinin inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlə seçilən rəhbərlərdən biridir. Onun rəhbərliyi ilə məktəbdə müasir tədris mühitinin formalaşdırılması, şagirdlərin potensialının inkişaf etdirilməsi və təhsilin keyfiyyətinin artırılması istiqamətində mühüm işlər görülüb. Araslan Rzayevin idarəçilik bacarığı və təhsilə olan həssas münasibəti məktəbin uğurlarında öz əksini tapır. Son zəng mərasimində məzunların keçdiyi yol bir daha yada salınıb. Bu məktəbin məzunları üçün son zəng yalnız təhsil həyatının sonu deyil, həm də böyük məsuliyyət hissinin başlanğıcı kimi qiymətləndirilib. Mərasimin sonunda məzunlar gələcəyə doğru addımlayarkən həm doğma məktəblərinə, həm də adını daşıdıqları qəhrəmanın irsinə layiq olmağa çalışacaqlarını nümayiş etdiriblər.